Dinləyicilər, bizim sınağımız, təşkil elədiyimiz sınaq, hazırladığımız sınaq 20 sualdan ibarətdir. Bu sualların hər biri qəbul tiplərinə uyğun suallardır və bu sualları işləyərək öz biliklərinizi yoxlaya bilərsiniz. Gəlin birinci suala keçid edək. Birinci sualda müqavilələrin ortaq cəhətləri soruşulur. Buxarest, Gürcüstan, Türkmənçay və Ədirnə sülhlərinin oxşar cəhəti soruşulur. Birinci bənddə deyilir ki, Çar 1-ci Aleksandrın dövründə imzalanıb. Çar 1-ci Aleksandr 1801-1825-ci illərdə hakimiyyətdə olmuşdur və onun dövrünə aid olan müqavilələr Buxarest və Gürcüstan müqaviləsidir. Türkmənçay və Ədirnə müqaviləsi də 1-ci Nikolayın dövründə imzalanmışdır. İkinci bənddə deyilir ki, Cənubi Qafqazın tarixi ilə bağlıdır. Bəli, hər 4 müqavilənin 4-ü də Cənubi Qafqazın tarixi ilə bağlı olmuşdur. Xüsusilə Buxarest və Ədirnə müqaviləsində qeyd olunurdu ki, Osmanlı dövləti Rusiyanın Cənubi Qafqazdakı işğallarını tanımalı. Gürcüstan və Türkmənçay müqaviləsində də biz bilirik ki, Qafqaz ərazisi bölüşdürülmüşdür. 2 doğru variantdır. Üçüncü variantda, üçüncü bənddə deyilir ki, Rusiya qalib dövlət kimi bu müqaviləni imzalayıb. Doğrudur. Rusiya həm Türkmənçayda, Buxarestdə, Gürcüstanda, Ədirnədə, 4-də də qalib dövlət kimi bu müqaviləni imzalamışdı. Dördüncü bənddə isə deyilir ki, 4-də isə deyilir ki, Rus-Qacar müharibəsinin yekunlarına aiddir. Bu müqavilələr içərisində Türkmənçay və Gürcüstan müqavilələri Türk-Qacar müqaviləsinin Rus-Qacar müharibəsinin yekununa aid idi. 5-ci variantda isə deyir, ermənilərin Cənubi Qafqaza köçürülməsi nəzərdə tutulur. Ermənilərin Cənubi Qafqaza köçürülməsinin nəzərdə tutulan 2 müqavilə var. Türkmənçay müqaviləsi ilə Ədirnə müqaviləsidir. Beləliklə doğru cavab 2 və 3 olur. 2 və 3 A variantı. Keçək növbəti suala. İkinci sualda Xürrəmlər hərəkatına aiddir. Belə testlərdə ən yaxşısı yuxarıdan Xürrəmi hərəkatının baş verməsi və Xürrəmi hərəkatının olduğu dövrü qeyd edəsiniz. Ümumiyyətlə təkcə Xürrəmi hərəkatı deyil, istənilən bir dövlətə aid bir dövrü də soruşursa, mütləq üzərində dövlətin yaranması və dağılma tarixlərini qeyd edin ki, variantları tapmaq sizin üçün daha asan olsun. Xürrəmi hərəkatı, ilk Xürrəmi hərəkatı 778-ci ildə başlayıb və 837 ən son Bəz döyüşünə qədər davam etmişdi və yaxud da 838-də kimi də qeyd edə bilərik. Burada A variantında deyir ki, 8-ci əsrin ikinci yarısında başlamışdı. Bəli, 778 8-ci əsrin ikinci yarısıdır. Lakin gəlin digər variantlara da diqqət yetirək. Deyir, Babəkin rəhbərliyi ilə başlayır. Babəkin yox, Cavidan və Əbi İmran yadınızdasa Cavidanın rəhbərliyi ilə başlayır və sonradan Cavidan və Əbu İmran arasında ziddiyyət yarandığı üçün bu Xürrəmlər hərəkatında müəyyən ləngimə baş verir. C variantında ilk böyük məğlubiyyət 1-ci Həmədan döyüşündə, ilk böyük məğlubiyyət 1-ci Həmədanda yox, 2-ci Həmədan döyüşündə idi ki, Xürrəmlər məğlub olur. D variantında hərəkata qarşı döyüşən Afşinin iqamətgahı Bərdə deyildi. Biz bilirik ki, Afşinin iqamətgahı Bərzəndə köçürülmüşdü. Y variantında deyir ki, Həştadsər döyüşlərində. Bu döyüşlərində sözü səhvdir. Çünki Afşin 2-ci Həştadsər döyüşünü görüb, 1-ci Həştadsər döyüşündə Afşin yox idi. 1-ci Həştadsər döyüşü 829-da olub, amma Afşin Azərbaycana gəlmişdi 835-ci ildə. Beləliklə cavab olacaqdır A variantı. Üçüncü suala diqqət yetirək. Üçüncü sual, bir dəqiqə. Üçüncü sual Manna və Atropatena dövlətlərinə aid olanları müəyyən edirik. Açıq sualdır. Üçüncü sual açıq sual tipinə aiddir. Manna və Atropatena dövlətlərinə aid olan Manna ilk quldar dövlətimiz, bəli, Manna dövlətidir. A variantı Mannaya uyğun gəlir. Zərdüştlüyün baş məbədi burada yerləşir. Bəli, Atropatenanın Qazaka şəhərində Zərdüştlüyün baş məbədi yerləşirdi. 2-yə B. Seleviklərlə mübarizə aparan Atropatena idi. Eradan əvvəl 223-cü ildə Seleviklərə qarşı mübarizə apararaq öz müstəqilliyini itirmişdi. 2-yə həm də C variantı olacaq. D variantı əsas hissəsi Zamua təşkil edirdi. Bu Mannaya aiddir. D variantı Mannaya uyğun gəldi. Y variantında da adına ilk dəfə Aşur hökmdarlarının mixi yazılı kitabəsində rast gəlinib. Burada da söhbət yenə Mannada gedir. Manna haqqında ilk məlumat Eradan əvvəl 843-cü ildə verilmişdir. Elə Mannanın yaranmasında bu ildən, yəni
götürürük, ildən götürürük və yaxud da bu əsrdən götürürük. Eradan əvvəl 9-cu əsrdə yaranmışdı və 590-cı ilə qədər mövcud olub. Keçirik 4-cü suala. 4-cü sualda ABŞ birinci istiqlaliyyət müharibəsi ABŞ-da birinci istiqlaliyyət müharibəsi başa çatan il Azərbaycanda. ABŞ-da birinci istiqlaliyyət müharibəsi 1775-də başlayıb 1783-cü ildə başa çatmışdı və bu Amerika və Amerika Birləşmiş Ştatları ilə İngiltərə arasında baş verib. Burada ABŞ qalib gəlmişdi və İngiltərə ABŞ-ın müstəqilliyini tanımışdı. Belə və 1783-cü ildə bu istiqlaliyyət müharibəsinin başa çatdığı ildə gəlin baxaq nələr baş verib. Qızılqaya xəyanəti 1752-ci ildədir. Bu aid deyil. Biz 1783-ə aid olan hadisəni tapmalıyıq. Dərbənd xanlığı Quba xanlığına birləşdirildi 1759. Bu da aiddir. Qubalı Fətəli xan Peterburqa elçilər göndərməsi 1774-75-ci ildir. C variantı getdi. Gəncə xanlığında iki hakimiyyətliyə son qoyulması 1783-cü ildir. Gəncə xanlığında iki hakimiyyətliyi yaradıb. Bu iki hakimiyyətliyin ilsindən yadda saxlaya bilərsiniz. İrakli ilə İbrahim Xəlil Gəncədə iki hakimiyyətlik yaratmışdı. Bu iki hakimiyyətlik də, yəni Gəncəni öz aralarında bölmüşdülər 1780-da və beləliklə Gəncədə iki hakimiyyətlik yaranmışdı və bu iki hakimiyyətlik 3 il davam edir 1783-cü ilə qədər. Gəvduşan döyüşündə Fətəli xanın qalib gəlməsi də 1774-cü ildir və beləliklə doğru cavab oldu D variantı. Növbəti suala keçid edək. Şəddadilər və Qaraxanlı dövlətinə aiddir. Burada bizim əsas ana qaydamız olur ki, İmtahanda iştirak edəndə mütləq dövlətlərin yaranma və dağılma tarixlərini qeyd etməliyik. Şəddadilər dövləti 971-də yaranıb, 1088-ci ilə qədər mövcud olmuşdur. Qaraxanlı dövləti 840-da yaranıb, 1212-ci ilə qədər mövcud olub. İndi bunlara aid olan hadisələr tapırıq. Deyir, Xəzər xaqanlığına qarşı mübarizə aparmaları. İlk öncə biz deyirik, Xəzər xaqanlığı nə vaxt süqut edibdir? 965-ci ildə. Şəddadilər dövləti yarananda Xəzər xaqanlığı yox idi. Lakin bəli, kitabımızda qeyd olunur ki, Şəddadilər Xəzərlərlə müharibə aparır. Xəzər xaqanlığı yox, Xəzərlərlə müharibə. Qaraxanlılar da Xəzərlərlə mübarizəsi yoxdur. Birinci Məlikşah tərəfindən süquta uğradılmalı. Birinci Məlikşah Şəddadiləri süquta uğradıb, amma Qaraxanları süquta uğradan Xarəzmşahlar idi. C variantında Samani dövlətinin ərazilərini ələ keçirmələri. Samani dövlətinin ərazisini ələ keçirən iki qığını yadda saxlayın. Qaraxanlı və Qəzdəmlər olub 999-da. Bunun Şəddadilərə heç bir aidiyyəti yoxdur. Və D variantında Səlcuqların hücumuna məruz qalmaları. Bəli, burada D variantı doğru cavabdır. Səlcuq hücumuna məruz qalmışdı. Həm Şəddadilər biz bilirik ki, 1054-də də məruz qalıb, 1088-ci ildə də Qaraxanlılar da Səlcuqların hücumunu, demək olar ki, hər bir hökmdarın dövründə, hər bir Səlcuq hökmdarın dövründə Qaraxanlılarla toqquşduğunu görürük. Cavab olacaq D variantı. 6-cı suala keçid edək. Teymuri Şahruğun Azərbaycana yürüşü. Teymuri Şahruğun Azərbaycana yürüşü. Gəlin ilk öncə hakimiyyət illərini yazaq. 1405-dən, yəni Teymur vəfat etdikdən sonra dövləti idarə edir. 1447-yə qədər Şahrux Teymuri dövlətini idarə etmişdi. Deyir ki, Azərbaycana yürüşü üçün səciyyəvidir. Şirvanşah 1-ci Xəlullahla hərbi ittifaqa giribdir Şahrux. Doğrudur. Həm də Ağqoyunlu feodal hakimliyi ilə də müttəfiqlik münasibəti olmuşdu. Deyir ki, Allahşgirt döyüşündə məğlubiyyətə uğranması. Xeyr, Şahrux Azərbaycanda 2 döyüşdə iştirak edibdir. Bir Alaşgert döyüşüdür, bir də Təbriz döyüşüdür. İkisində də qalib gəlibdir və İskəndər məğlub olub. Şahrux qalib gəlib, İskəndər məğlub olub. Üçüncüdə deyir ki, Ağqoyunla müttəfiq münasibətlərini saxlaması doğrudur. Burada doğru cavab olacaq 1-3. Qara Yusifi məğlubiyyətə uğrada bilməyib, səhvdir. Heratda Qaraqoyunlu dövləti ilə müqavilə imzalamayıb. Heratda Qaraqoyunlu dövləti müqaviləni imzalamışdı Əbu Səidlə. Şahruxla imzalamayıb. Burada da cavab oldu 1-3. Növbəti suala keçid edək. Növbəti sual 7-ci sual. Xronoloji ardıcıllığı müəyyən edin. Qədim Hindistanda vahid dövlətin yaradılması eradan əvvəl 3-cü əsr.
Frasba yaxınlığında Roma ordusunun məğlub edilməsi eradan əvvəl 36-cı il və nəzərdə saxlayın ki, 36-cı il yürüşü həm Atropatenaya olub, həm Albaniyaya. Albaniya məğlub olub, amma Atropatena qalib gəlib. Qədim Misirdə yerli sülalələrin hakimiyyətinə son qoyulması Əhəmənilərin Misiri ələ keçirməsilə son qoyulur. Eradan əvvəl 525 Pelusiya döyüşüdür. 4-cü sualda da İskit tayfaların Azərbaycanda məskunlaşması eradan əvvəl 7-ci əsrdir. Və biz nə edəcəyik? Eradan əvvəl olduğu üçün böyükdən kiçiyə doğru gedirik. 4, 4-dən sonra gəlir 3, 4, 3, 1, 2 olacaq cavab. 4, 3, 1, 2 cavab olacaq D variantı. Gəlirik 8-ci suala. Frank dövlətinə aid uyğunluğu müəyyən edin. Frank dövlətinin yaranması 5-ci əsr. 5-ci əsri götürək. 5-ci əsrin sonu və dağılması da 800, parçalanması da 843-cü il. Xlodvik və Böyük Karla aid oxşarlığı tapın deyir. Britaniya adasından qoşun çıxarılması heç birinə aid deyil. Verden müqaviləsinin imzalanması heç birinə aid deyil. Verden müqaviləsi 843-də imzalanıb və bunun nəticəsində Avropada 3 dövlət yaranıb. Buna AFI kimi yadda saxlayın. Almaniya, Fransa, İtaliya. İlk qanunlar toplusunu qəbul edən Xlodvik idi. Əvvəlki kitablarda bu Salik qanunları yazılırdı. Böyük Karla bağlı 2 dənə i-ni yadda saxlayın. Yəni, İspanlarla mübarizə və İtaliya ilə mübarizə. O cümlədən A-nı yadda saxlayın. Avar xaqanlığı ilə mübarizə aparmışdı və Alman tayfaları olan Sakslarla 30 ilə yaxın mübarizə aparıb. Əlqərəz İspaniyada ərəblərlə mübarizə aparan kim olur? Böyük Karl. İtaliyanın çox hissəsini öz torpaqlarına birləşdirib Böyük Karl. 1-ə S, 2-yə D və Y variantları olacaqdır. D və G. 9-cu suala baxaq. Səfəvi dövlət tarixində 16-cı əsrin 20-ci illərinə aiddir. Yəni 1520-ci illərdən söhbət gedir. Yəni burada 20-dən 29-a qədər olan bütün hadisələr, baş verən hadisələrin hər biri 20-ci illərə aiddir. Dövlətin paytaxtın yeni şəhərə köçürülməsi 1555 Qəzvinə köçürülüb. Şirvanşahlar dövlətinin varlığına 1538-də son qoyulub. Hakimiyyətə yeni hökmdarın gəlməsi 1524-də Təhmasib gəlir. Təhmasib 10 yaşlı uşaq idi. Və o 10 yaşlı uşaq idi və dövlətçilik təcrübəsi yox idi. Ona görə həmin dövrdə mərkəzi hakimiyyətdə zəif idi. 3-dən 4 olur cavab. Bu suala da baxdığımıza görə keçid edirik növbəti 10-cu suala. Qədim Yunanistan və qədim Romaya aid uyğunluğu müəyyən edin. Qulların yad və düşmən adlandırılması bu Hindistana aiddir. Eradan əvvəl 6-cı əsrdə strateqlər seçilməyə başlayır. Strateqlər donanmaya başçılıq edən şəxslər, ordu və donanmaya başçılıq edən şəxslərdir. Bu Yunanistanda da 1-ə B-dir. Bizim erada 2-ci əsrində qulların öldürülməsi qadağan edilib. Adrianın dövründə bu Romadadır, 2C-dir. Eradan əvvəl 2-ci minillikdə Etrusk tayfaları tərəfindən dövlətə süquta uğradılması əlbəttə ki, heç birinə aid deyil. Azad əhalinin yoxsul təbəqəsi eradan əvvəl 3-cü əsrdə ölkənin tam hüquqlu vətəndaşına çevrilməsi bu Romaya aiddir. 2-yə həm də olacaq Y variantı. 1-ə oldu B, 2-yə C və Y variantları uyğun gəldi. 11-ci suala diqqət yetirək. Deyir ki, uyğunluq pozulub. Uyğunluq harada pozulub? Eradan əvvəl 4-cü əsrdən başlayaraq Hunların adlarına bəli, şiz yazılarında rast gəlinmişdi. Türk adını ilk dəfə rəsmi dövlət adı olaraq qəbul edib Göytürklər. Bundan da razılaşırıq. Şərq Slavyanları vergi ödəyirdi Xəzər türklərinə, doğrudur. Xəzər xaqanlığında birinci şəxs Xaqandır, ikinci şəxs Xaqan bəy idi, doğrudur. İkinci Göytürk dövlətin paytaxtı Saqqala şəhərdir, xeyr. Paytaxtı olmuşdu, Göytürklərin paytaxtları Ötükən idi. Böyük Hun, birinci və ikinci Göytürkün paytaxtı olmuşdu. Hansı şəhər? Olmuşdu paytaxtı Ötükən şəhər. Cavab olacaq Y variantı. 12-ci suala baxıram. Fransada 1-ci imperiya illərinə aid deyil. 1-ci imperiya 1804-1814-cü illəri əhatə edir. Fransada 1-ci imperiya dövründə Trafalgar döyüşü 1805 idi və bu dəniz döyüşüdür. Dəniz döyüşlərində biz deyirik ki, həmişə kim qalib gəlir? İngilislər qalib gəlir və 1916-cı ildə Jutlandiya dəniz döyüşünün istisna olmaqla. Austerlitz döyüşü 1805-ci ildədir. Burada A-dan yadda saxlayın. Fransızlar Avstriyanı məğlub etmişlər. Baradino döyüşü 1812-ci ildədir. Fransızlar Rusları, Baradino'da Fransızlar Ruslarla vuruşur, geri qayıtmağa məcbur olur. Leipzig geri çəkilir. Leipzig döyüşü 1813-dür. Bu da 1-ci imperiya dövrünə aiddir və Napolyon Leipzig döyüşündən sonra sürgün edilir Elba adasına.
Waterloo döyüşü isə bəli 1815-ci ildir və 1815-ci ildə Waterloo döyüşündən sonra Napolyon ikinci dəfə Müqəddəs Yelena adasına sürgün edilir və bu 1-ci imperiya dövrünə aid deyil. Y variantı olacaq. Fransada 1-ci imperiya nə vaxt oldu? 1804-1814-cü illəri əhatə etdi. 20-ci yüzilliyin 90-cı illərin sonlarında Azərbaycan Respublikasında həyata keçirilən dövlət quruculuğu tədbirlərinə aid deyil. İlk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Bu aiddir. Daha doğrusu aid deyil. Bəli. Bu aiddir. Konstitusiya Məhkəməsinin yaradılması 1998. Bu aiddir. Sonlarıdır. Asan xidmət mərkəzlərinin fəaliyyətə başlaması 2012-ci ildədir. Bu aid deyil. Ölüm cəzasının ləğv olunması 1998-dir. Bu aid deyil. Konstitusiyanın qəbul olunması da 1995-ci ildir. Bu olur burada cavab 3 ilə 5. Yəni daha doğrusu bu ölüm cəzasının ləğvi aiddir. Yəni 90-ların sonlarına düşür də. Asan xidmətlə konstitusiyanın qəbul edilməsi biri ortalarıdır, 90-ların ortalarıdır. Biri də 21-ci əsrin birinci yarısıdır. Yəni 2012-ci ildir. Burada doğru cavab oldu 3 və 5. Növbəti suala keçid edək. Almaniya imperiyasına aid olan xüsusiyyətləri müəyyən edir. Mən öz fikrimi deyim. Mən elə bilirəm ki, bu qədər testləri incələdikcə mənə elə gəlir ki, bu illərin Almaniya imperiyasından sual gələcəkdir. Almaniyadan, ümumiyyətlə 19-cu əsrindən sual gələcək, hətta situasiya belə ola bilər. Almaniya imperiyasına aid olan xüsusiyyətləri. Almaniya imperiyası nə vaxt yaranıb? 1871-dən götürək bunu 1919-a qədər. Belə götürək də. Birinci Dünya müharibəsinin sonuna qədər. Bəli. 1918-ci il belə götürək. 1918. Şlezvik və Holşteynin Danimarkadan geri alınması 1864. Bu imperiya dövrünə aid deyil. İmperiya başlayır 1871-dən. Biri çıxdıq. İldırım sürətli müharibə planının hazırlanması bəli 1905-dir. Bunu aid edirik. 2. Sadova döyüşündə Avstriyanın məğlub edilməsi 1866. Bu imperiya dövrünə aid deyil. Bunu çıxdıq. Rusiyanın San Stefano döyüşündə San Stefano sülhündən bəhrələnməyə imkan verilməsi 1878. Bu da imperiya dövrünə aiddir. İmperiya 1871-dən başlayır dedik. Cavab olur 2-4. Və Tannenburg döyüşündə rusların məğlub edilməsi 1914-cü il idi. 2-4-5, yəni cavab C bəndi olacaqdır. C. Əla. Keçirik 15-ci suala. 15-ci sualda 20-ci yüzilliyin 20-ci illəri Türkiyə, 20-ci yüzilliyin 50-ci illəri Yaponiya tarixinə aid ümumi cəhət. İqtisadi möcüzənin baş verməsi aid deyil. Gəlirik, bu iqtisadi möcüzə Türkiyədə olmuşdu. Turgut Özalın dövründə 80-cı illərə aiddir. İşğal rejiminin ləğv edilməsi. Bəli, burada işğal rejiminin ləğv edilməsi B variantı doğrudur. Biz bilirik ki, 1922-ci ildə Mudanya sazişi ilə Antanta qoşunları Türkiyə ərazisindən çıxdı. Türkiyə ərazisindən çıxır və 1923-cü ilin Lazanna konferansının keçirilməsi ilə artıq müqavilələr öz əhəmiyyətini itirdi. Və beləliklə işğal zonası da ləğv edildi 20-ci illərdə. Yəni 22-də Mudanya sazişindən sonra ləğv edilir. 1951-ci ildə isə Yaponiya ilə ABŞ arasında əldə olunan razılığa görə Yaponiyada işğal rejimi ləğv edildi və ABŞ qoşunları Yaponiyadan çıxdı. Burada olacaq 15-də B variantı. 16-cı suala baxırıq. Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə görülən quruculuq tədbirləri. Birdə deyir ki, şəhər və rayon mərkəzləri yeni baş planların hazırlanması. Bu doğrudur. Ağıllı kənd konsepsiyasının tətbiq olunması, bu da doğrudur. Cavab olur 1-2. 3-ə baxaq. Yaşıl enerji zonalarının yaradılmasının başa çatdırılması yox. Yaşıl enerji zonaları yaradılmağa başlayır. 4-də deyir, böyük qayıdışın ilk addımı Cəbrayıl rayonunda atılması. Xeyr, böyük qayıdışın ilk addımı Zəngilan rayonunun Ağalı kəndindən başlayır və burada Ağalı kənd konsepsiyası da burada ilk dəfə tətbiq olunur və Ağalı kəndinə, Zəngilan rayonu Ağalı kəndinə 60 ailə köçürülür. Burada 4-dən 3 səhvdir, 1 və 2 doğru cavablar oldu. Keçək 17-ci suala. 17-ci sualda 19-cu əsrin birinci yarısında Şimali Azərbaycanda baş verən mədəni yeniliklərə aid deyil. İkinci yarısı. İsuri Cədid məktəbi 1869-dur. Bu 19-un ikinci yarısı oldu. İlk dəmir yolunun çəkilməsi Bakı-Tiflis arasında 1883-dür. Bunu da çıxdıq.
Aha. Sonra İrəvan müəllimlər seminariyasının açılması 1881-ci ildir. Bu da 19-cu əsrin ikinci yarısıdır. Bir dəqiqə. Hacı Zeynalabdin Tağıyevin Azərbaycan qızları üçün məktəb açdırması 1901-dir. 1901-ci ildir. Burada 4, 19-cu əsrin ikinci yarısına aid olmadı. Bakı Artistlər Cəmiyyətinin yaradılması da 1895-dir. Bu da 19-cu əsrin ikinci yarısı oldu. Burada doğru cavab oldu 4. Və 17-ci sualla bağlı bir məqamda qeyd edək ki, burada ilk dəmir yolunun çəkilməsi əslində ilk dəfə Azərbaycana dəmir yolu 1879-cu ildə Siemens qardaşları tərəfindən çəkilib, lakin bu bizim kitabımızda verilmir. Davam edək. 18-ci sualda müəyyən problem olduğu üçün, yəni problemli sual olduğu üçün bu 18-ci suala baxmıram. Burada müəyyən bir diqqətsizlik olub. Pun müharibələri nəticəsində. Pun müharibələri biz bilirik ki, eradan əvvəl 264-146-cı ili əhatə edir. Pun müharibəsi Roma və Karfagen arasında getmişdi. Və burada Karfagen məğlub olur və Romanın əyalətinə çevrilir. 2 burada doğru cavabdır. Siciliya adası Karfagenin tabeliyinə keçdi. Xeyr, Siciliya Romadaydı. Və bir də doğru cavab 4 olur. Roma dövlətinin Aralıq dənizin qərbində ağalığı bərqərar oldu. 2 və 4. Karfagen Roma müharibəsinə qalib gələn oldu Roma. Karfagen Romanın əyalətinə çevrildi. Roma, Siciliya, Sardiniya və Korsika adalarını ələ keçirmişdi. Növbəti suala diqqət yetirək. 20-ci sual. Göstərilənlər aiddir. Hülaki dövlətinin baş vəziri idi. Cami ət-Tavarix əsərini yazmışdı. Qazan xanın islahatını həyata keçirməsində böyük rol olmuşdu. Söhbət burada gedir. Gedəcəkdir Fəzullah Rəşidəddindən əlbəttə. Bu da bizim test izahımız. İnşallah gələn sınaqlarda görüşərik və həmin sınaqların da hər birinin izahını və sınaqların özünü qruplarda paylaşacağıq. Çox sağ olun.